Bir Romadan bir nəfər səfir gəlmişdi, baxın bura. Yezid də kəsiyi başı qoymuşdu. Dedi, bu kimdir? Dedi, Hüseyin. Dedi, kimdir ki o? Onun anası kimdir? Atası kimdir? Dedi, atası Əli. Anası kimdir? Dedi, anası Zəhra. Dedi, o kimin qızıdır? Dedi, Peyğəmbər qızıdır. Dedi, Peyğəmbər balasıdır. Dedi, hə. Dedi, nə bədbəxt adamsın. Lənət olsun sənə, sənin əqidəvə. Mən Davudun nəslindənəm. Özü nə qədər məsafədə. Bilirlər mən Davudun nəslindənəm, Məsihlər mənim ehtiramımı saxlayır, ayağımın altındakı torpağı təbərrük edir. Sən nə qədər nanəcib adamsan. Belə-belə adamlar değişir. Əzadarlıqda bu güc var. Axırda o yerə çatır ki, Yezid qayıdır, mən eləmədim. Bu vicdansız iblis yad elədi, başını onun üstünə atmağa. Başlayır, mən narahatam, kaş belə olmayaydı, başlayır belə danışmağa. Ondan sonra əzadarlar orada deyir ki, əsirlər deyir ki, biz burada əza saxlayacaq. Sən demirsən, mən eləməmişim. Burada əza saxlayacaq. Həmən yerdə əza saxlayacaq.